Hamınıza salam dostlar. Bu günləri xoruz əlimdədir. Biraz pis bir şey olub. Xoruzumun ayaqları, bir ayağı sadəcə tutulub. Tutulub dediyimdə ki, tam basa bilmirdi. Yəni tutulub deyə də tam başlamayıb o proses. Yarım basır ayağına. Onu da həmişə hələ etmir. Ara bir ayağının üstünde tam basa bilmir. Bu ayağıdır. Ayaqları yığılıb qalıb. Bu ayağı tüklü xoruzumdur. Bax, buraxaq indi elə gəzəcəksə bilmirəm. Bəzən gəzir elə. Yəqin ki qurtdandır. Biti görmədim. Baxın dostlar, ayağını necə çəkim. Yarımçıq basır, barmaqlarının qatlayır. Baxın, görürsünüz. Tam basa bilmir ayağına. Yəqin ki qurtdandır. Neçə qurt dərmanları verdim. Düzəlmədi. Başqa bit dərmanı da vurmuşam bunlara. İndi yenidən büyün vurmalıydım, amma ki hava soyuqdur. Vurmalı dediyim çimizdirməli dərmandır. Suya töküb çimizdirilir toyuqlar. Yine də bit dərmanı səpmədim, çünki hava soyuqdur, gec quruyacaq və zəhərli dərmandır. Toyuqlar olmamalıdır. Harada qalmışdım? Bit dərmanı da səpmədim ki, hava günəşsizdir deyə. Hava biraz soyuqdur. Toyuqların henüz yaş qalacaq və toyuqlar ora girdikdə zəhərlənə bilər. Ona görə səpmədim. Biraz qazları çəkim. Bir xoruzu bırakmadım, içeride saxladım. İndi bırakacağım. Qazları, toyuqları bir 10-15 dəqiqə olar bırakmışam. Bıraktığım anda başladılar otlamağa. Baxın, qazın bir yanı, yəni yem yığıldığı yer şişib artıq. Erkek qazdı bu. Bunun yarımçıq şişib. Bunun da yarımçıq şişib, amma erkek qazda daha çox yediği üçün daha çox şişib. Onun boğazı, baxın, xoruz oturub yerə. Çox gəzə bilmir. Ya qurtdandır, ya da ki bitdəndir. Biti gözlə görməmişəm və yaxud da əlimə düşməyib bit tutduqda toyuğu. Bitli toyuq olduqda adamın əlinə bit gəlir. Amma bit düşməyib əlimə. Toyuq bitdə bilməyənlər üçün deyim. Adama düşüb yaşaya bilmir, çünki toyuqlar quru heyvanıdır. Yəni suya təmas etmirlər, ona görə onlarda bit qalır. Qazlara da düşsə belə, onlar çimsələr bit gedir. Amma toyuqlarda biraz o çimmədikləri üçün onlarda qalır. Cücələri də indi birazdan salacağım yerlərinə. Hava soyuqdur. Daha doğrusu indi biraz daha çox soyudu. İndi salacağım ki bunlara heç nə olmasın. Soyuq olduqda ishal olurlar və ölməyə başlayırlar. Bu xoruzu da bırakım geçsin. Özü çıxar. Başqa nəyi göstərim sizə? Bu günləri dediyim videodan sonra cücələrin hinini təmizləyəcəm, yəni yeşiyin batıb onu təmizləyəcəm. Lampaları da töküldü. Tokda qalıb, amma yenə də yanmır işıq. Tokdan çıxartdım. Bezdim əllərindən lampa değişməkdən. Üçüncü lampaları da tökülür. Ördək də dişisinin yanında oturub. Bu arada toyuğun altına koyduğum ördək yumurtası toyuq basıb əzdi. Işığı yandırım. Toyuq əzdi, tulladım. Əzməkdən keçdi. Yuvasının içine dağılmışdı yarısı.
Ona göre de atmalı kaldım. Çünkü onsuz da öldü o. Toyuğun altı indi kurudu. Yaş otun aldım. Bugünləri qazın 2 veya 3-cü günü olmalıdır. Dəqiq bilmirəm. Sabah yarınki yoxlama videosu ya sabahki videoda ya ondan sonraki videoda qazın yumurtasını yoxlayacağım. Neçə dolu, neçə boşdu. Yumurtalara baxaq. Üstdə yoxdur, bayaqlar baxmışdım. Çətin olur videoda baxmaq. Bu arada bir yumurtanı kürtümün balaları kürtün yumurta aldığım yere verdim. Yani 5 adet limonun kəkilli toyuq yumurtalarından. 4 adet özümdə var idi. Ayrı çoxdan yumurtlamışdı desək. Birində bugünlər yumurtladı, aldım, verdim. Birin artıq sayacaq yani. 3. Onu da koysak 4. Yumurta da artık kurtarır. Dedi ki toyuğun kült otursa sana yumurta veririm. Ben de dedim ki olar, yine lazım olsa yumurta veririm. Onun toyuqları heyraltıdır deyə deyirəm. Bundan başqa videoda qısadır. Biraz da nədənsə danışım. Nədən danışım? Ot gətirmişdim toyuqlar üçün. Başqa hündüşkalardan danışım biraz. Hündüşkalar da bu hündüşka yumurtlamalıdır. Gözləyirik nə vaxt yumurtlayasa. Yumurtlayıb qurtarmadı bu da. Ürəyimiz partladı bu yumurtlayana kadar. Erkek hündüşka da öz üçün gəzir. Quyruğunu çıxartmışdım, artıq yeni quyruqlar çıxır. Bu ayaqları üzüm budağın kırıldı, su aktı. Ben de kestim, biraz düzelttim, altına kap koydum, indi su yığılır içine. Onun suyudaki saçlara yuduqda suyla saçları uzatır ve daha yaxşı edir saçları, vitaminli. İçlikdə deyirlər boy uzanır, onu dəqiq bilmirəm, amma ki saçın uzatdığını, düzdür, boy uzatdığını dəqiq deyə bilmərəm. Baxın dostlar, ayağını tam aça bilmir. Ayağı yığılıb qalır. Gördüğünüz kimi dostlar. Yeterince gördünüz. Eğer bura kimi izləyirsinizsə videonu göreceksiniz. Bu arada kanala abone olup like atmağı da unutmayın ki videom daha çok insanın karşısına çıksın ve kanalımda böyüsün. Artık bu sözü videonun başlığında deyəcəm ki çoxu insan videonun axıra kimi izləmir. Ona göre de eşitmirlər. Bu arada abone olmuşsunuzsa da zil sesini açın ki videolar attıqda xəbəriniz olsun. Bəziləriniz açmaya bilərsiniz və videolar qarşınıza çıxmaya bilər. Ona göre videoları qarşınıza çıxmasını istəyirsinizsə ne deyirdim? Zil sesine basın. Yani bildirimleri açın. Ee, 8 gün olar toyuq oturduğu, altına qaz yumurtası qoyub sındıran toyuğu deyirəm. Onun 8 günü olar oturduğu, kürt oturduğu ve ördeğin altında da başka bir kürtün altına koyduğum qaz yumurtaları var. O durdu.
Ördəyin altında var 3 ədəd. Qazı da kürt qoymuşam 2-3 gündür. Amma ki heç yaxşı oturmur, heç xoşum gəlmədi o qazın kürt oturmasından. Cinsindən də ola bilər. Qaz Linda qazı qarışığıdır. Yəni ki onlar yaxşı oturmurlar. Ancaq yumurtlayırlar. Ona görə ola bilər. Bu da limondur. Sarı, kəkilli. Bu kəkilli. Toyuqlar keçdi bəziləri. İçəridə olan xoruzun yanına. Baxın 3-4 toyuq keçib. Bu xoruz da buradadır. Siz də niyə olduğunu yazarsınız. Bəlkə mənim bilmədiyim bir şey ola bilər. Siz bilirsiniz. Mənim fikrimcə qurtdandır. 1-2 günə buna qurt dərmanı verəcəm. Mən buna çox qurt dərmanı vermişəm. Təkcə buna yox, bütün toyuqları vermişəm, amma buna heç bir təsir etmir. 3-4 növ qurt dərmanı vermişəm, amma heç birində təsir etməyib. İndi yenə verəcəm 1-2 günə. Baxacaq ki, keçəcək yoxsa yox. Çox gəzə bilmir, qaça bilmir daha doğrusu. Biraz qovduğumda başlayır ləhləməyə, yəni xırıltı səsi gəlir. Xırıltı səsi gəlir. Video çəkmək üçün girmədiyim yer qalmadı. Xırıltı səsi gəlir və nəfəs almağı çətindir. Bu qədər videonun sona çatır. Mən də bilirəm bu aralar videolar qısa gəlir, amma ki çəkməyə bir içərik yoxdur. Siz də yorumlarda yazsaz ki nə haqda videolar çəkim. Sizin üçün çəkərəm o haqda videolar bildiyim qədərilə. Videonun da burada sonuna gəlim. Sağ olun dostlar. Gələn videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.